Görək bir nəfər uzanıb, bir yerdə istirahət eləyir, bir dənə ilan çıxıb bunun sinəsinə. Bu atı çapır ki, tez çatsın buna, ilanı qoymasın da sancar bunu. Görək ilan girdi bunun boğazından mədəsinə, qarnına girdi. Necə bərk yatıb da. Hayır, ilan balaca ilandır. Çatır ona, çatan kimi bir dənə qamçı buna, kişi oyanır, nə olub? Çırpır ki, qaç. Təzə oyanıb, hölünə köyanıb yuxudan, bir dənə atlı çırpır bunu, qaç. Vurur, bu da bilmir niyə, söyür onu, sən neysə, bu elə vurur. Qaçır. Gəlib girirlər meşənin elə bir yerinə ki, çürük almalar tökülüb yerə, meyvələr tökülüb, deyir, tez ol, ye bunlardan. Mən bu çürükləri niyə yiyim, yiyəcəksən? Döyür buna, yezdirir. Daha qarnı partlayana qədər deyir, indi qaç yenə. Allahu Ekber. Qaçırdır. Bu da bütün proseslərdən, həyəcandan, çürüntüdən təhəvvü eləyir, istifraq eləyir, qaytarır, ilan düşür yerə. Mövləvi Məsnəvidə qeyd eləyir. Deyir ki, mən bunu eləməsəydim sənə mən necə deyirdim, qarnı və ilan girib, bağrını çatlayardı, ölərdin. Necə səni buraxaydım belə, ilan səni məhv eləyərdi, sancardı. Sən mən nə qədər söyürsən söy, nə qədər təhqir eləyirsən elə. Mən bu zülmü, bu cəfanı sənə verməliyəm ki, zülmdüz ifadə olmadan, cəfanı, cövrü sənə eləməliyəm ki, sən xilas olasan, xoşbəxt olasan. İndi bizim də daxilimizə şeytan adlı bir ilan girib. Allah Teala öz nümayəndələri ilə götürüb qamçının əlinə deyir, qaç. Ora gedirsən bir problem, bura gedirsən. O Quranda ifadə var, zəhrətəl həyatı dünya. Dünya həyatı qönçədir, tumurcuqdur, heç vaxt çiçək olmur. Amma dərd də burasındadır ki, bəndə. Ucuruna söyür onun kimi. Yəni, dinə əks hərəkətlər. Hədə sən niyə belə edirsən, sən məndən bunu nə elədin? O qədər deyinməyə o, indi sən təsəvvür elə Allahda, Allahın höccətlərində, bəşəriyyətə olan sevgiyə bax, məhəbbətə bax.